Əziz və dərin duyğulara sahib olan xərçənglər, ilin ən isti, ən sirli və bəlkə də sizin üçün ən çox fərqindəlik yaradacaq ayı olan avqusta xoş gəlmisiniz. Bu ay sizin üçün təqvimin sıradan bir ayı olmayacaq, sanki uzun müddətdir içində qurduğunuz o qoruyucu qabığınızdan kənara boylanıb, dünyaya yeni bir gözlə baxacağınız bir dönüş nöqtəsi olacaq. Əvvəlcə onu deyim ki, siz təbiətən fədakar, hər kəsin qeydinə qalan, başqalarının dərdini öz dərdi kimi qəbul edən birisiniz. İnsanlar sizə sığınmağı, çiyinlərinizdə ağlamağı, məsləhət almağı sevirlər. Amma gəlin dürüst olaq, bütün bunlar sizi daxilən çox yorur. Avqust ayının ilk günlərindən etibarən içinizdə qəribə bir artıq yetər hissi baş qaldıra bilər. Sanki indiyə qədər həmişə başqaları üçün döyünən ürəyiniz indi biraz da özünüz üçün döyünmək istəyəcək. Bu heç də egoistlik deyil, əziz xərçənglər, bu sadəcə olaraq özünü qoruma instinktidir və ulduzlar da sizi bu yolda tamamilə dəstəkləyir. Bəzən elə hiss edəcəksiniz ki, ətrafınızdakı insanların sizdən gözləntiləri həddindən artıq çoxalıb, bəzən sadəcə yoxa çıxmaq, tək qalmaq, heç kimin zənginə cavab verməmək istəyəcəksiniz. Bu hisslərdən qorxmayın və özünüzü qınamayın. Ayın xüsusilə ilk 2 həftəsi sizin üçün bir növ mənəvi detoks dövrü olacaq. Keçmişə çox bağlı olduğunuzu, köhnə xatirələri, yaşanmışları asanlıqla unuda bilmədiyinizi hər kəs bilir. Amma bu ay beyninizin içindəki o köhnə, tozlu sandıqları açıb, sizə artıq xidmət etməyən, sadəcə ağrı və peşmançılıq verən düşüncələri bir yolluq kənara atmağın vaxtıdır. Bir zamanlar sizə haqsızlıq etmiş insanları bağışlamaq bəlkə də çətin olacaq, amma ulduzlar deyir ki, onları bağışlayın və sərbəst buraxın, çünki içinizdə daşıdığınız o kin və inciklik sadəcə sizi zəhərləyir. Avqust ayı sizə mənəvi yükünüzü atmaq, yüngülləşmək və həyata daha təmiz, daha aydın bir pəncərədən baxmaq fürsəti verəcək. Sevgi və romantika dünyasına qədəm qoyduqda isə avqust ayı sizə olduqca rəngarəng və duyğu yüklü ssenarilər vəd edir. Əgər qəlbiniz boşdursa və həyatınızda heç kim yoxdursa, ayın ortalarına doğru tamamilə gözlənilməz, bəlkə də heç planlaşdırmadığınız bir mühitdə maraqlı bir tanışlıq yaşana bilər. Siz onsuz da keçici həvəslərin, gündəlik macəraların insanı deyilsiniz, sizə güvən, şəfqət və dərin bir bağ lazımdır. Qarşınıza çıxacaq insan elə ilk baxışdan sizin o axtardığınız aid olma hissini sizə verə bilər. Ancaq burada diqqət etməli olduğunuz çox incə bir məqam var. Keçmiş münasibətlərinizdə yaşadığınız xəyal qırıqlıqlarını yeni tanış olduğunuz insanın üzərinə proyeksiya etməyin. Hər kəs eyni deyil və hər yeni başlanğıc yeni bir şansdır. Hisslərinizin arxasınca getməkdən qorxmayın, amma qarşı tərəfə də dərhal bütün qapılarınızı taybatay açmayın, icazə verin o sizin dünyanıza daxil olmaq üçün biraz əmək sərf etsin, sizin dəyərinizi anlasın. Əgər artıq bir münasibətdəsinizsə və ya evlisinizsə, avqust ayı sevgi həyatınızda əsl bir bərpa və yenilənmə dövrü olacaq. Aranızda uzun müddətdir yığılıb qalmış, amma indi yeri deyil deyib üstünü örtdüyünüz bəzi problemləri nəhayət ki, sakit və anlayışlı bir şəkildə masaya yatıra biləcəksiniz. Siz bəzən incidiyiniz zaman bunu sözlərlə deyil, səssizliyinizlə, qabığınıza çəkilməyinizlə göstərirsiniz və gözləyirsiniz ki, qarşı tərəf sizin niyə küstüyünüzü özü anlasın. Lakin bu ay ulduzlar sizə məsləhət görür ki, daxili hisslərinizi səsləndirin. Nə istədiyinizi, nədən narahat olduğunuzu açıq şəkildə ifadə edin. Görəcəksiniz ki, səmimi bir söhbət aranızdakı bütün buzları əridəcək və bağlarınızı daha da möhkəmləndirəcək. Həyat yoldaşınızla və ya sevdiyiniz insanla birlikdə eviniz üçün kiçik alış-verişlər etmək, bəlkə qısa bir tətilə çıxmaq, baş-başa qalacağınız romantik axşamlar təşkil etmək münasibətinizə yeni bir nəfəs gətirəcək. Eviniz sizin üçün ən güvənli qaladır və o qalanın içində sevdiyinizlə birlikdə hüzur tapmaq avqust ayının sizə verəcəyi ən gözəl hədiyyələrdən biri olacaq. İş, karyera və peşəkar fəaliyyətinizə gəldikdə, avqust ayında burada biraz fərqli bir dinamika hökm sürəcək. Ayın ilk həftəsində iş yerində bəzi anlaşılmazlıqlar, sizin etdiyiniz işlərin yetərincə dəyərləndirilməməsi hissi baş qaldıra bilər. Siz hər işə ürəyinizi qoyan, məsuliyyəti sonuna qədər hiss edən birisiniz, lakin bəzən ətrafınızdakı insanların, xüsusən də rəhbərliyin və ya iş yoldaşlarının eyni həssaslığı göstərməməsi sizi daxilən qıra bilər. Belə anlarda otağınıza çəkilib üzülmək əvəzinə, peşəkar sərhədlərinizi çəkməyi öyrənməlisiniz. Sizin əməyiniz qiymətlidir və bunu ilk növbədə özünüz dərk etməlisiniz. Ayın ikinci yarısından etibarən isə karyera evinizdə sanki bir günəş doğacaq. Uzun müddətdir üzərində zəhmət çəkdiyiniz, bəlkə də gecə-gündüz düşündüyünüz bir layihə uğurla başa çata bilər.
Rəhbərlik sizin fədakarlığınızı və işinizə olan sevginizi nəhayət ki, fərq edəcək. İrəli çəkilmək, yeni və daha məsuliyyətli bir vəzifəyə təyin olunmaq, yaxud da gözlədiyiniz o mühüm təklifi almaq ehtimalınız çox yüksəkdir. Əgər yaradıcı sahədə çalışırsınızsa, avqust ayı sizin üçün xüsusilə məhsuldar olacaq və intuisiyanız hər zamankından daha güclü işləyəcək və ağlınıza elə orijinal ideyalar gələcək ki, özünüz də təəccüblənəcəksiniz. Şəxsi biznesini quran və ya sərbəst çalışan xərçənglər üçün isə bu ay yeni partnyorluqlar, etibarlı işbirlikləri və müştəri bazasının genişlənməsi üçün mükəmməl fürsətlər yaradacaq. Sadəcə olaraq işgüzar danışıqlar zamanı duyğularınızı işə çox qarışdırmamağa çalışın. İnsanlara yazığınız gəldiyi üçün və ya kimsə xahiş etdiyi üçün sizə sərf etməyən şərtlərlə razılaşmayın. Məntiqinizi və iti intuisiyanızı bir araya gətirdiyinizdə sizi heç kim peşəkar arenada məğlub edə bilməz. Maddi və maliyyə məsələləri avqust ayında ən çox diqqət mərkəzində saxlamalı olduğunuz sahələrdən biridir. Siz təbiətən pula və maddi dəyərlərə çox ehtiyatla yanaşan, gələcəyi düşünərək hər zaman kənarda biraz ehtiyat saxlamağı sevən insanlarsınız. Qara günlük üçün pul yığmaq sanki sizin qanınızdadır. Lakin avqust ayında bəzi gözlənilməz xərclər, xüsusən də ailə və evlə bağlı məsələlər büdcənizi biraz sarsıda bilər. Bəlkə evdə hansısa texnikanın anidən xarab olması, təmirə ehtiyac yaranması və ya ailə üzvlərindən kiminsə təcili maddi yardıma ehtiyac duyması planlarınızı dəyişdirə bilər. Siz heç düşünmədən əlinizdə olanı sevdikləriniz üçün xərcləyəcəksiniz, lakin ayın sonuna doğru maddi sıxıntı yaşamamaq üçün balansı qorumaq şərtdir. Cibinizə qəfil daxil olan pullar da olacaq, bəlkə gözləmədiyiniz bir mükafat, əlavə qazanc və ya unudulmuş bir borcun qaytarılması üzünüzü güldürəcək. Ancaq ulduzlar xəbərdarlıq edir ki, avqust ayında riskli investisiyalara pul yatırmaqdan, tam əmin olmadığınız layihələrə qoşulmaqdan qətiyyətlə uzaq durun. Həmçinin kiməsə borc verərkən diqqətli olun, çünki sizin o təmiz qəlbinizdən, xeyirxahlığınızdan sui-istifadə etmək istəyən, onsuz da xərçəng məni darda qoymaz deyən bəzi tanıdışlarınız peyda ola bilər. Pul mövzusunda yox deməyi bacarmaq bu ay sizin daxili hüzurunuzu qoruyan ən güclü silahınız olacaq. Öz əməyinizlə qazandığınız pulun qədrini bilin və onu ən çox ehtiyacınız olan şeylərə, bəlkə də uzun müddətdir özünüzə qıymadığınız bir istirahətə xərcləyin. Sağlamlıq və fiziki gümrahlıq məsələsinə gəldikdə, əziz xərçənglər, bədəninizin səsinə qulaq asmağın tam vaxtıdır. Sizin sağlamlığınız birbaşa psixoloji vəziyyətinizlə bağlıdır. Əsəbləşəndə, kədərlənəndə, iç dünyanızda tufanlar qopanda bu dərhal bədəninizdə, xüsusən də həzm sisteminizdə və mədənizdə öz əksini tapır. Avqust ayında emosional dalğalanmalar səbəbindən yaranan stres mədənizdə yanğı, ağrı və ya həzmsizlik kimi problemlərlə özünü göstərə bilər. Ona görə də sinirlərinizi qorumaq hər şeydən vacibdir. Əsəbi və stresli olduğunuz anlarda yeməyə hücum etmək, şirniyyatla təsəlli tapmaq vərdişinizdən mütləq uzaqlaşmalısınız. Qidalanma rejiminizə ciddi fikir verin, ağır, yağlı qidalardan qaçın, daha yüngül və sağlam yeməklərə üstünlük verin. Sizin elementiniz sudur və su sizin üçün hər zaman ən yaxşı təbii şəfa mənbəyidir. Hovuzda üzmək, dəniz kənarında saatlarla gəzmək, suyun səsini dinləmək, hətta günün sonunda evdə alacağınız ilıq bir duş belə bütün negativ enerjinizi alıb aparacaq. Yuxu probleminiz varsa, bunu qətiyyən qulaq ardı etməyin. Gecələr yatağa girəndə günün analizini aparmaqdan, sabah nə olacağını düşünməkdən beyninizi azad edin. Otağınızı yaxşıca havalandırın, yatmazdan əvvəl sakitləşdirici bitki çayları için. Əgər uzun müddətdir təxirə saldığınız həkim müayinələriniz varsa, avqust ayı onları həyata keçirmək, özünüzə bir check-up etdirmək üçün ən uyğun vaxtdır. Ruhunuza yaxşı gələcək meditasiya, dərin nəfəs məşqləri kimi fəaliyyətlər daxili balansınızı tapmağınıza çox böyük kömək olacaq. Özünüzə şəfqət göstərin, xəstələnməyi gözləmədən sağlamlığınızın qeydinə qalın. Ailə və sosial mühit sizin həyatınızın mərkəzidir, əsas dayağınızdır. Lakin avqust ayında bu sahədə bəzi maraqlı dinamikalar və fərqindəliklər yaşanacaq. Ailə içində bəzən hər kəsin məsuliyyətini öz boynunuza götürmək vərdişiniz var, kimin harası ağrıyırsa, kimin nə problemi varsa ilk sizin qapınızı döyür. Lakin bu ay ulduzlar sizi ailə üzvləri ilə sağlam sərhədlər çəkməyə təşviq edəcək. Övladlarınızla, valideynlərinizlə və ya yaxın qohumlarınızla münasibətlərdə hər zaman verən tərəf olmaqdan biraz geri çəkilin. Qoyun onlar da bəzi problemlərini özləri həll etməyi öyrənsinlər. Sizin hər şeyə qaçmağınız əslində bəzən onları da tənbəlləşdirir.
Evin içində kiçik dəyişikliklər etmək, yeni mebel almaq, otaqların rəngini dəyişdirmək və ya sadəcə bəzi köhnə əşyalardan xilas olmaq evinizin aurasını təmizləyəcək. Yaşadığınız məkan sizin üçün enerji mənbəyidir və oranın rahatlığı sizin də ruh halınıza anında müsbət təsir edəcək. Dostluq münasibətlərində isə bir növ təmizlənmə dövrünə girirsiniz. Hər kəsə dostum deməyi sevmirsiniz onsuz da, amma ətrafınızda olan o dar çərçivədəki insanları belə bu ay bir daha sınaqdan keçirəcəksiniz. Çətin anınızda kimin sizin yanınızda səssizcə, amma möhkəm durduğunu, kimin isə sadəcə boş məsləhətlər verib uzaqlaşdığını çox aydın görəcəksiniz. Bu kəşf bəlkə də başlanğıcda sizi biraz məyus edəcək, çünki güvəndiyiniz insanların əsl üzünü görmək ağrılıdır. Amma sonradan dərk edəcəksiniz ki, yalançı bir qələbəlikdənsə 2 nəfər həqiqi və sadiq dosta sahib olmaq dünyalara dəyər. Sosial fəaliyyətlər, dəvətlər və məclislər sizi çox yorsa da, bəzən ən yaxınlarınızla təbiət qoynunda keçirəcəyiniz qısa və səmimi görüşlər sizə gözəl enerji bəxş edəcək. Bütövlükdə nəzər salanda, avqust ayı sizin üçün sadəcə bir yay ayı deyil, eyni zamanda dərin bir daxili inkişaf və mənəvi qidalanma dövrüdür. Siz bəzən öz gücünüzü, iç dünyanızın nə qədər dərin və zəngin olduğunu unudursunuz. Bu ay ulduzlar sizə məhz bunu, nə qədər özəl və nə qədər dözümlü olduğunuzu xatırladacaq. Çətinliklər, problemlər qarşısında qabığınıza çəkilib gizlənmək əvəzinə onlarla üzləşmək, dik durmaq cəsarətini tapacaqsınız içinizdə. Həyat bəzən bizə fırtınalar göndərir ki, köklərimizin nə qədər dərində və nə qədər möhkəm olduğunu anlayaq. Avqust ayında qarşınıza çıxan hər bir situasiya, istər işdə, istər sevgidə, istərsə də şəxsi həyatınızda sizi biraz da müdrikləşdirəcək. Öz daxili səsinizə, o unikal intuisiyanıza hər zamankından daha çox güvənin. Beyniniz məntiqi ssenarilər qursa da, ürəyiniz hər zaman ən doğru ünvanı bilir. Bir qərar verərkən bu mənə necə hiss etdirir, sualını özünüzə tez-tez verin. Əgər bir şey içində bir qram da olsa narahatlıq yaradırsa, deməli, o sizin yolunuz deyil. Səbirli olun, hər şeyin bir zamanı var və kainat sizin üçün ən mükəmməl ssenarini hazırlamaqla məşğuldur. Bəzən geriyə çəkilmək məğlub olmaq demək deyil, sadəcə daha böyük bir sıçrayış üçün güc toplamaqdır. Avqust ayında məhz o gücü toplayacaq, həm ruhunuzu, həm bədəninizi yenidən inşa edəcəksiniz. Ayın son günlərinə yaxınlaşdıqca iç dünyanızdakı o tufanların necə yatdığını, yerini dərindən gələn böyük bir hüzurun aldığını fərq edəcəksiniz. Payızın gəlişinə, o yeni mövsümə tamamilə fərqli bir insan kimi, daha yetkin, daha güclü və ən əsası özünü daha çox sevən bir xərçəng kimi addım atacaqsınız. Öz dəyərinizi bildikdə və başqalarının sizi üzməsinə icazə vermədikdə, həyatın necə gözəlləşdiyini görəcəksiniz. Siz sevgi ilə bəslənir, sevgi ilə böyüyürsünüz və avqust ayı sizə o sevgini ən saf, ən gözəl formada dadmaq şansı verəcək. Hər gününüz hüzurla, işıqla və bol sevgi ilə dolsun, sentyabrın gözəl günlərində yeni və daha güclü bir siz olaraq yenidən görüşənədək.